Ya Allah, salam hörmətli izləyicilər. Bu dəfə sizlərə tam fərqli bir ev tapmışıq. Dostlar, evimiz Amerikanka. nədəndir? Taxtadan. Taxta hardan gəlib? Pribaltika ölkələrindən. Usta da oradan gəlib, taxta da oradan gəlib. 20 neçə sotu idi? 24 sot kubca. Bir dənə götür əhatəsini. Bax, bu hissəsi yol, bölgə qəşəng gedir. Buradan da misal, buradan da nazik yol gedir. Yəni biraz bəri çəkib, yolu genləşdirib, yenə bölmə Yəni yolu. kim istəsə bölüb, bu da evdə də elə demək olar ki, axıran evidir. Buranı da yenə də bölüb. Axıran yox, 2 mərtəbəli evdir. Bəli, Belə 2 çəkək. mərtəbəli Orada evdir. bir ev elə, bunu bir ev elə, bir dənə də burada torpaq elə. 3 yerə rahatçılıqla bölə biləcəyimiz 24 sotun evdir. içində. Kubcadır. Bir dənə baseyni də götür, gör nə maraqlı baseyndir. Basen elə bir sənət əsəri. Sənət əsəridir. Gör bir dənə zaborları bu kişi ev yəsi nə qədər təşkilərək istifadə olunur. bəzək Arxasını da verib, götür 40 qardaş bunu. 4 bir yanına. Hə, bir dənə bunun arxasını da götür. Dostlar, evimiz tam olaraq taxtadandır. Ən sağlam, yaşamaq üçün ən ideal. Bax, quşun səsləri, əhatəsi milyonerlər, varlı bir məhəllə, qarşısına qədər asfalt yol. Da yaşamaq hüzur var burada. Sənin o hüzur söhbətin var. Elə hüzur buradadır da, vallah buradadır. Ay qaqa, bunu tanımırsan. Bu nə məhsuludur? O da bizim Gədəbəylilərin simvoludur. Həm kartof, həm də qızıl. İndi maşallah Gədəbəydən yaxşı qızıl da çıxır. Yəni hamı bilir ki, qaqam haralıdır? Gədəbəy, Gədəbəy. Qaqa çəkdin, gəl buna bax. Bəli. Bir dənə də çək buranı götür. Gözəl, gözəl vallah. Hamısı dostlar təbii taxtadan olub. Bəlkə birinci buradan başlayaq, yoxsa evdən mi başlayaq? Hardan qardaş? Birinci bax, buradan da buradan başlayaq. Oranı da götürək. Dostlar, ora 2 mərtəbəlidir. Hə qardaşım, demək buradakı gəlirik 2 mərtəbə, qapının girişində. Möhtəşəm bir Mərmər, qranit mərmərdir. Yer, təsəvvür elə qranit mərmər. stipol yəni. Bəli, bəli, stipol. Buranı betonlayıb da, buradan pilləkən yeri qoyub, bunu 2 mərtəbə nəzərdə tutub. Yəni ki, buranı monolit beton. Yəni ev eləmək mümkündür da buranı. Onsuz da planda 2 mərtəbəli bir ev olur. Etli quxna da ola bilər, 2 mərtəbə Nə cür istəsəz. Həqiqətən gözəl. Özə torpağı nətər məhsul verir. Bax, Gədəbəydə kartoflar bu hündürdə, bu belə şax çıxmır. Həqiqətən məhsula bax, maşallah, maşallah. Gəl qardaş, gəl. Gələk tam fərqli bir evdir. Bunu. Evə daxil olanda sən canın nə qoxu hiss eləyirsən, gəl. Bir dənə rahat nəfəs al. Bax, bütün ciyarlar açılır. Həqiqətən, Allaha and olsun, bütün ciyarlar açılır dostlar. Ev sahibi deyir o Bakıda, o ən isti vaxt da belə, elə bir Gədəbəydə idi. Yəni, bilsən nəyə o qədər sərin idi. Bir dənə, qardaş, sakitcə gör nə deyirəm. Maşın ki, təzə maşın alsan, zavodun iyi gəlir. And olarlar, bir zavodun iyi gəlir də bu taxtadan. Bütün sisteminə qədər çəkib. Deyir, yayda sərin olur, qışda da isti. Taxtalarına çək. Pribaltika ölkəsinin. Baba, özəlliyini sizə göstərim, daha yaxından diqqətli baxın. Bax, keçmələrə bax, hamısı zakaz. Xaricdən Pribaltika ölkəsindən. Usta da oradan gəlib. Gəl qardaş, gəl buradan bir tərində belə keçək. Qapısı. Burada belə otaqdır. Həqiqətən də burada bir möcüzədir. Sanitar qovuşan bütün santexnik işləri görülüb. Buranı götürəm onun tualetini. Ev sahibi fərqli, sevən insan olub ki. Həqiqətən, əsl sağlamlıqdır da. Sağlam əlbəttə, savadlı insan olub ki, sağlamlığa önəm verib. Burada belə otağı götürdüm buranı. Yəqin bura mətbəxtidir. Hamısı da istipoldur. Bəli, burada sanitar qovşağıdır, bütün sistemi çəkilir. Buradan hə. Hə, bura. Qardaş, bir dənə yuxarıdan tut, bütün taxtalarla maraqlı çəkiliş eləyək. Bizə də maraqlı gəldi belə bir ev. İlk dəfə görmədiyim görür ki, belə sırf taxtadan da, sırf taxtadan. Sırf taxtadır dostlar, hər şey burada təbiidir. Burası belə bir otaqdır. Hər otağında ayrılıqda sanitar qovşağı var. Götür oranı. Həqiqətən gözəl. Həmi genişdir, həmi gözəldir, həmi işıqlanması, İşıqlandırması yüksək səviyyədə. Burada bir sanitar qovşağı var. Maşallah, qapılar. Burada da var. Çox gözəl. Hə, burası yataq otağı. Baxda gör, qapı nə gözəl qapı seçilib. İşıqlanması, balkonlara çıxışı hamısının var.
İnşallah bir fərqli bir müştəri çıxıb bu izləyicilərin arasından bu ev alar. Burada yataq otağı. Kim ki sağlamlığını fikirləşir. 24 sotun içindədir qardaş. 24 sotun içində. Xüsusi mülkiyyət, yaşayış hamısı sənədləri tam qaydasındadır. Burada bir növbəti geniş yataq otağımız var. Bu yataq otağında da böyük sanitar qovşağı var. Maşallah. Qiymət olaraq 495 min manat. 495 min manat. Bəli, balaca endirimimiz var. Endirimimiz var. Burada torpaq çox bahadır. 24 sotun içindədir. Kimə maraqlı olsa 050 798 98 99 bir dənə takip at frey yazın ki, bu maraqlayıb hamınızın qabağına çıxsın.